Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçısı Ceyran xanım Kürəkəni Pərvizin canlı yayımında canlı yayıma bağlanan və Ceyran haqqında danışan Lalə xanımla qalmaqal yaşayıb həmin anları sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın. Gəlir, axşamın xeyir. Necəsən? Bura qoşulmusan, sən mənə deməlisən ki, özvə əlal, əsəbləşmə, o qələt eləyir filan bəs. Niyə cəmaata acıqlanırsan? Zakasla şişirik biz burada. Lalə, çox sağ ol. Salam, nə var, nə yox, vəziyyət zat. Belə də, ay Pərviz, qurban olum, qadanam, bir sözüm var, ürəyim doludur, gör nə deyim. Buyur, aç gəlsin. Çox istəyərəm ki, bugünkü yayını, bu dəqiqəni qayda eləyəsiniz. Mən çox istəyərəm ki, mənim sözüm Eləyirlər, narahat olma, öz işlərini bilirlər. Hə, danış. Gör nə deyirəm, Pərviz, qadanam, bax, Aslan Allah şahididir, əgər Aslanın 1 qram da olsa vicdanı varsa, deyər ki, Lalə xanım düz deyir. Mən Masazırda dayımgildə qonaq idim. Getmişdim dayım qızı ilə, Masazırda olur. Aslan mən zəng elədi ki, mamam sizə qonaq gəlmək istəyir. Mən də dedim, Aslan, bunların bizə qonaq gəlməyini danışam. Bayaq mən qabağıma bir dənə kayıt çıxdı. Ceyran deyir ki, Lalə mən deyir, dəqiqabaşı çağırırdı, mən də üzüm gəlmirdi, dururdum, gedirdim. Bax, Aslan əgər buralardadırsa, Aslan gəlsin, girsin misafirə. Yalan deyirəmsə desin, Lalə, sən yalan deyirsən. Dayım qızı girdəydim. Aslan mən zəng elədi ki, sizə qonaq gəlmək istəyirəm. Dedim, Aslan, mən evdə deyiləm. Masazırdayam. Dedim, istəyirsən sən konum atın, birdən ürəyivə elə gələr ki, sizin gəlməyinizi istəmirəm. Götürdüm, advocadım, Aslana konum atdım ki, bax, mən Masazırda qurtuluş nə bilim neçədəyəm, 93-dəyəm. Dedi, yox, Allah eləməsin, evdə döyülsən də, amma hazırlaş, sabah sizə gələcəyik. Mən də sabah bizə gəlir, evimə adam gəlir, mən durum gedim evə bazarlıq eləməyim, stol açmayayım. Nə deyim, deyim, yox gəlmə. Ki, deyiblər gəlmək istəyirik, demişəm gəlin də. İndi görürəm ki, Esmirə xalanın canlısına girib Ceyran ana ağlayır ki, məni çağırırdılar, üz vururdular, üzüm gəlmirdi. Tələsmə, can yiyəsi gəldi. Mənim başımdan aşırdı. Can yiyəsi gəldi, danışın. Ceyran ana, salam, axşam xeyr. Pərviz, axşamınız xeyir, Pərviz baba. Axşamın xeyir, axşamın xeyir. Mən Masazırda dayımgildə olanda, dayım qızıgildə qonaq olanda, Aslanla siz maşında mənə zəng eləmədiniz ki, sizə qonaq gəlmək istəyirəm. Mən də demədim ki, dayım qızıgildəyəm. O olubdu, ondan qabaq, Lalə. Ondan sonra da mən, yox, neçə dəfə zəng eləmişəm, Aslan belə eləyir, elə eləyir. Pisəm. Mən də demişəm taksi göndərim. Ya gəlim götürüm səni. Pislik eləmişəm, evimə gətirmişəm səni. Bir dəqiqə deyəm, mən sözümü deyim də. Sən mənə o sözləri deməli deyildin. Eşidirsən məni? Deyirəm. Səni ant verirəm Allaha. Eşidirsən məni? Mən deyirəm. Sən məndən falçı nömrəsi istəməmsən. Nə olur, ağbirçək arvadsan da, niyə yalan danışırsan? Nə istəmişəm? Mən demirəm ki, səni falçıya gedəndə görmüşəm. Falçıya mən səni aparmışam. Yox. Mən demişəm ki, məndən nömrə istəyib, mən də demişəm Ceyran ana. Mən belə şeyləri inanmıram. Yalandan danışmayın, Lalə, qışqırma ilə qoy mən sözümü deyim sənə. Eşidirsən məni? Sən məni zaducar, səni mən salmışam. Aslanın qızı mən tapmışam. Səsini kəsdirəsən, mən o şərləri ata bilmərsən. Eşitdin məni? Sən də mənə çox sözlər demişsən. Başa düşürsən, sən də mənim evimə gəldin, bizim evə gəldin. Məni çağırdı. Evimə gəlmişəm, bazarlıq eləmişəm. Sən məni istəyirsən ki, Pərvizin gözünə salasan. Pərviz nə olur, mənim yeznəm, eşidirsən məni? Nə zadıqlar, nə baxıram, bilə bilmərsən. Sən mənim gözündə istəyirsən, məhv eləyəsən, amma Allahım var mənim. Atmayan o səs. Niyə məhv edirəm ki səni? Niyə məhv edirəm ki, gözünə olsa mən? Sən mənə şər ata bilmərsən. Mən bura gələcək. Eşidirsən məni? Mən şər atacağım sənə. Dediyin sözü deyirəm də sənə. Zəng demədin ki, mən falçı nömrəsi verin, Nabatlı gedim oradan gətirmək istəyirəm. Bu oğlanla ayırmaq istəyirəm. Demədin mənə. Demədin Aslanla ayırmaq istəyirəm. Yalanca sənin Allah bəlanı versin. Allah sənə bəla versin, Lalə. Lalə, sənin Allah bəlanı verəcək. Sən çəkərsən balandan, eşidirsən məni? Sən mənə o sözləri